Dedik ki, müəllimlər, bugünkü dərsimiz fən kurikulumuna aid əsas terminlər mövzusudur. Aytaç müəllimə, ümumi təlim nəticələri dedik ki, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Düzdürmü? Ümumi təlim nəticələri həm ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində, yəni kurikulumda, həm də fən kurikulumda öz əksini tapmışdır. Bu, ümumi təlim nəticələridir. Ümumi təlim nəticəsi. Yaxşı, ümumi təlim nəticələrinin izahını verir burada. Deyir, ümumi təlim nəticələri aşağıdakı hissələr üzrə şagirdlərin əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Hər bir təhsil səviyyəsi üzrə. Yəni, ibtidai, ümumi orta, tam orta. Təhsil səviyyəsi üzrə və bunların sonu üçün təlim nəticələri. Əldə olunmalı bilik, bacarıqlar bütün fənləri əhatə edir. Bir var səviyyə üzrə təlim nəticəsi. Bir var sinif üzrə təlim nəticəsi. Bir də var bir dərsin sonu üzrə təlim nəticəsi. Düzdür, müəllimlər? Təlim nəticəsi deyəndə... Bəli. Buyurun, Aytaç müəllimə. Yox, mən təsdiqləyirdim, deyirəm bəli. Bax, müəllimlər, təlim nəticəsi, məsələn, bir sinif üzrə təlim nəticəsi, yəni 5-ci sinif üzrə təlim nəticəsi. 5-ci sinifin sonunda hansı nəticələr əldə olunacaq? Yəni, şagird 5-ci sinifi bitirəndə bir fənn üzrə hansı nəticəni əldə edəcəkdir? Tutaq ki, 5-ci sinifdə riyaziyyat fənni keçir. Həmin fənn üzrə, yəni bir sinifin sonunda hansı nəticəni əldə edəcək? Şagird hansı səviyyədə olacaq? O nəticə. Bir var səviyyə üzrə nəticə, yəni ki, ibtidai, ümumi orta, tam orta səviyyə üzrə təlim nəticəsi. Həmin səviyyəni bitirdikdən sonra hansı təlim nəticəni əldə edəcək? Müəllimlər, baxın, bir də var bir dərs üzrə, yəni bugünkü dərsin sonunda hansı nəticəni əldə edəcək? Bundan başqa bizdə alt standart anlayışı var. Bəs alt standart nədir? Alt standartı necə başa düşürük, Aytaç müəllimə? Alt standart, əvvəllər müəllim o ayrıca alt standart verilirdi. Amma indi təlim gündəlik dərsin nəticəsindən də götürmək olur da alt standart. Hazır şəkildə verilir də, daha asan formada. Daha asan formada. Aytaç müəllimə, siz işləyirsiniz? Bəli, bəli. Görürsünüz, Aytaç müəllimə, alt standartı necə verir? Bircə dəqiqə mən telefonumda alt standartları çəkmişəm sizə. İndi hazır şəkildə vardı, amma əvvəllər elə deyildi. Özümüz hazır şəkildə harda var? Harda rastlaşmısınız alt standartlarla? Müəllim alt standartı hardan götürür? Metodik vəsaitlərdə falan göstərilirdi, oradan da. Metodik vəsaitdən alt standartı biz bax, indi mən sizə şəkilləri atıram, göstərəcəm orada. Bircə dəqiqə əyani şəkildə göstərəcəm. Sonra test üzərində özünüz sərbəst şəkildə bunları başa düşəcəyik. Baxın, müəllimlər. Ekranı görürsünüz yəqin. Hər kəsdə ekran açıldı. Açıldısa xəbər edin. Bəli, müəllimə açılıb. Ancaq onları oxumaq mümkün deyil. Bu dəqiqə, müəllimə, bu dəqiqə mən onları elə eləyəcəm ki, siz onu qəşəng oxuya bilərsiniz. Baxın, müəllimlər, açıq görürsünüz? Yox, mən oxuya bilmirəm. Açıq ilə də görürsünüz. Açıq ilə də görürsünüz. Bir dəqiqə, müəllimə. Yaxınlaşdıra bilərsiniz müəllim. Əllə ekranı yaxınlaşdırmaq. Ya, mən yaxınlaşdırdım. Mən ekranı yaxınlaşdırmışam. Görürsünüz? Bəli, görmək istəyən yenə yaxınlaşdıra bilər. Hə. Baxın, müəllimlər, mövzumuz Avropanın relyefidir. Bu kitabda olan mövzudur. Standartı bax burada veribdir bizə. Görürsünüz, alt standart. Bax 2-1-1. Bu alt standartdır. 2 burada məzmun xətti, 1 əsas standart, sondakı bu 1 alt standart. Yəni alt standartlar mənim məzmun xəttimə uyğun verilir. Məzmun xəttimə uyğun. Yəni məzmun xətti, coğrafiyanın məzmun xətti, coğrafi, məkan, təbiət, cəmiyyət. Düzdürmü? Coğrafi məkan dedim birinci. Düzdür? İkinci təbiət dedim, sonra cəmiyyət dedim. Düzdür? Yəni burada o
Alt standart bax bu rəqəmdir. Bax burada verilən rəqəm. Bu rəqəmlə biz bu rəqəmləri bizə dövlət özü standart formasında dövlət özü bizə verir. Bax bu alt standartın mənası Avropanın relyefi mövzusuna uyğun bax bu standartı verib ki, bu standartı müəllim həyata keçirməlidir. Nə deyir? Yer qabığında baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini dəyərləndirir. Nə dedi? Yer qabığında baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini dəyərləndirir. Yəni, bax, bu Avropanın relyefinə uyğun bu standartı həyata keçirdəcəyik. Sonra ikinci, 3, 2, 5. Görürsünüz, bax, bu 3 var ha, 3, 2. Bu, birinci burada 5 ola bilməz. Birinci burada 3-dən artıq rəqəm ola bilməz. Niyə? Sual verərsiniz, niyə? Çünki mənim məzmun xəttimdə cəmi 3 dənə məzmun xətti var. Birincisi coğrafi məkan, ikincisi təbiət, üçüncüsü cəmiyyət. İndi bax, bu 3 cəmiyyətdir. Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirirsiniz. Görürsünüz, bu cəmiyyət mövzusuna aiddir. Yəni, o məzmun xəttinə aiddir. 3, 2, 5. Bax, bu 6 standartı həyata keçirməliyəm. İndi bax, bu 6 standartlara görə təlim nəticəsini hazır şəkildə çıxardıb bunu da. Avropanın morfostruktur vahidlərini xəritədə göstərir. Yəni, şagird, mən bu Avropanın relyefi mövzusunu keçəndən sonra dövlətin mənə verdiyi bu 6 standartları həyata keçirmək üçün bax, bu sonda bu təlim nəticələrini çatacaq şagird. Hansı təlim nəticəsinə çatacaq? Bir də oxuyuram. Avropanın morfostruktur vahidlərini xəritədə göstərir. Şagird sonda, dərsin sonunda Avropanın morfostruktur, yəni morfostruktur nədir? Xarici görünüşcə vahidlərdə dağlar, dərələr, təpələr. Vahidlərini xəritədə göstərirsə, deməli bu təlim nəticəsinə çatdı. Və yaxud da bir neçə təlim nəticəsi. Görürsünüz, burada 4 təlim nəticəsi var. Siz bundan ikisini, üçünü həyata keçirdə bilərsiniz. Yəni, çox lazım deyil də. Təlim nəticəsi minimum 2, maksimumda 4-5 ola bilər. Yəni, çox çıxartmaq lazım deyil. Çünki 1-45 dəqiqəyə bu təlim nəticəsinin hamısını həyata keçirmək də var. Bax, hər bir şagirddən Avropanın morfostruktur vahidlərini xəritədə göstərsin. Sonra Avropanın regionlarının relyef xüsusiyyətlərini fərqləndirir. Yəni, Avropanın hansı regionlara bölünür? Hansı relyef xüsusiyyətləri var? Onları fərqləndirə bilir bir-birindən. Sonra Avropa ölkələrinin timsalında relyefin əhalinin təsərrüfat fəaliyyətinə təsirini izah edir. Görürsünüz müəllimə, bax, sonda şagird bunu izah edə bilirsə, deməli bu təlim nəticəsinə çatdı. Avropa ölkələrinin rekreasiya ehtiyatlarına misallar göstərir. Yəni, Avropada rekreasiya ehtiyatları bilirsiniz də nədir müəllimlər? Yəni, turizm üçün rekreasiya ehtiyatları, yəni gəzməli, görməli yerləri. Bu ehtiyatlarına misallar göstərə bilirsə, deməli şagird neynədir? Bu təlim nəticələrinə çatdı. Deməli, alt standartı hardan əldə elədik müəllimlər? Özündən. Nədən? Özündən əldə eləmədik, dərsin özündən. Dərsin özündən yox müəllimə, metodik vəsaitdən. Metodik vəsaitdən, hə. Metodik, mən hara girdim, hardan? Hazır şəkildə verilir də, alt standart dövlət tərəfindən bizə verilir. Bəli, alt standart. Və həmin alt standartdan təlim nəticəsində çıxarmaq. Yəni, biz onu da dövlət tərəfindən verilir də bizə. İndi mən deyirəm, əvvəllər alt standart verilirdi, təlim nəticəsini müəllimlər özləri çıxardırdı. Özləri çıxardırdı, ha. İndi təlim nəticəsi, onlar da hazır şəkildə verilir və çox vaxt alt standartla üst-üstə düşür. Görürsünüz də, çox vaxt üst-üstə düşür, bəzən ayrıca verilir. Yəni, siz... Bəli, müəllim, bizdə də elə çox vaxt Azərbaycan dilində üst-üstə düşür alt standartla təlim nəticəsi. Bəli, müəllimlər. Yəni, artıq müəllim istəsə yenə də özü təlim nəticəsi çıxarda bilər, amma artıq daha müəllimlərin işi rahatdır. Alt standartda verilir, təlim nəticəsi də verilir. Müəllim də ona uyğun 2 və yaxud da 3 alt standart götürə bilər. Yəni, 2 alt standart həyata keçirir də, maksimum biz jurnalda qalmışdıq müəllimlər. Alt standart dedik ki, dövlət bunun standartları hazır şəkildə bizə verir, təlim nəticələrini də bizə verir və biz o təlim nəticələrini seçirik. Alt standartdan 2 dənəsini, yəni çox vaxt ikisini yazırıq. Bax, jurnalda yazırıq, ha. Yazırsınız, orada yazırsınız, mövzunun adını yazırsınız, sonra yazırsınız 3, 2, 1. Yəni, bunu həyata keçirtdim. 3, 2, 1, 2, 2, 1. Yəni, sizin məzmun xəttinizə baxır da o rəqəmlərin dəyişməsi. Bax, bu bizim oldu alt standartımız və təlim nəticəsi. Aydın oldu təlim nəticəsi nədir? Necə olur, necə çıxarılır?
Təlim nəticəsi də dedik ki, dərsin sonunda şagird hansı nəticəyə çatacaq? Sonunda hansı nəticəni əldə edəcək? Bax, odur. Yaxşı, müəllimlər, bəs bayaqdan danışırıq, məzmun xətti. Məzmun xətti nədir? Günel müəllimə, nədir məzmun xətti? Günel müəllimə yoxdur. Aha, müəllimə. Buradayam. Yox, müəllimə, buradayam. Mikrofon açınca. Məzmun xətti fənn üzrə ümumi təlim nəticəsinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri bir hissəsidir. Aysa. Yəni, öz sözlərinizlə deyin görüm. Yəni o deməkdir ki, hər bir fənnin şagirddə bacarıqlar formalaşdırmalıdır. Aysa. Və bu bacarıqları müəyyənləşdirir də. Yəni ana xətt olduğunu bildirir, leitmotiv, dəyişməz olduğunu. Dəyişməzdir. Hər bir fənnin öz məzmun xətti var. İstəyirsiniz 2-ci sinifdə ana dilini keçin, eyni məzmun xətti üzrə keçəcəksiniz. İstəyirsiniz 11-də keçin, eyni məzmun xətti. İstəyirsiniz universitetdə Azərbaycan dilini keçin, yenə eyni məzmun xətti üzrə gedəcək. Ona görə yəni müəllimə, məzmun xətti ümumi təlim nəticəsini reallaşdırır. Bəli, yəni məzmun xətti dəyişməzdir, leitmotivdir, ana xəttdir. Günel müəllimə, sizin məzmun xəttiniz nədir? Azərbaycan dilindən məzmun xətti mən tədris eləyirəm. Dərs sinif müəllimiyəm. Ana dili riyaziyyat və digər əlavə fənləri. Amma əsas olaraq ana dili riyaziyyatımı bilirəm ki, ana dilim dinləyib anlama, oxu, yazı, dil qaydaları. Birinci dinləyib anlama, yəni danışma. İkinci oxu, üçüncü yazı, dördüncü isə dil qaydalarıdır. Bu mənim məzmun xəttimdir. Baxın, gəlin baxaq. Azərbaycan dili üzrə məzmun xətti. 1. Dinləyib anlama. 2. Danışma. 3. Oxu, 4 yazı. Müəllimə, sizdə 4 məzmun xətti var. Siz alt standartı 4 ilə başlayan yaza bilərsiniz. Düzdürmü? Müəllimə, o bizdə 4 ilə yazırıq, amma 4 ilə dil qaydasızda. Orada başa düşmədim. Oxu, dinləyib anlama, oxu, yazı, dil qaydalar. Mən belə əzbərləmişəm, bilmirəm indi dəyişib. Siz fərqli dediniz deyəsən. Fərqi yoxdur. Müəllimə, ola bilsin bəlkə mən başqa Azərbaycan bircə dəqiqə mən bunu elə açım. Bəli, müəllimə. Məsələn, tutaq ki, mən ümumi və xüsusi isimləri keçirəmsə, mənim məzmun xəttim 4 ilə başlayır. Çünki dil qaydalarıdır. Bəli. Sizin məzmun xəttiniz 4 ilə başlayacaq, düzdür? Bəli. Bir dəqiqə müəllimə. Bax, görürsünüz, dinləyib anlama, danışma, oxu, yazı. Məsələn, Azərbaycan dili, rus dili, bax, dinləyib anlama, oxu, yazı, dil qaydaları. Bu başqadır, bu dövlət dilidir müəllimə, mən oxuduğum. Sizdə dinləyib anlama, danışma, oxu, yazı, dil qaydaları. Deməli, müəllimə, sizdə necə olacaq? Bax, sizdə məsələn 4, bir dəqiqə, mən burada yazıya qoyum. Niyə yazmadı bu? Hə. Müəllimə, bax, sizdə 4.2.1. Bax, belə standartınız var. Amma coğrafiyada bu cür standart mövcud deyil. Niyə? Niyə mövcud deyil? Çünki yəqin ki, 3 məzmun xətti var da, ola bilsin. 3-ə qədərdir. Coğrafi, məkan, təbiət, cəmiyyət. Deməli, bu birinci nəyimizdir? Məzmun xətti. İkinci əsas standartımız, üçüncü isə alt standartımızdır. Bir də müəllimə, mənim bu qarışdırdığım hissə, düzdür, jurnal yazanda, məsələn, artıq məndə formalaşıb. Yazanda artıq bilirəm ki, məsələn, qaydadırsa 4 ilə başlayacaq, oxudursa 2 ilə başlayacaq, yazıdırsa 3 və bunların sadəcə olaraq mənə bir dənə çatmayan hissə bilirsiniz nədir? Onun içində olan əsas standart, alt standart. Bax, o bir də mənə çatmır içindəki. Əsas standart, yəni mövzu, müəllimə, əsas standart bölmələrdir, bölmələr. Yəni ikinci, üçüncü bölmə, belə bölmələrdir orada. Əsas standart müəllimə çox vaxtda dəyişmir də. Mövzu, bölmə dəyişəndən dəyişənə dəyişir. Bölmə dəyişəndən dəyişir. Alt standart amma alt standart daim dəyişir. Sinif üzrə dəyişir, siniflər üzrə dəyişir. Bəli, çünki məsələn bu illərin biz bu alt standarta keçdikcə gələn il bu dəyişəcək. Çünki bu illərin biz natural ədədlər mövzusunu, məsələn, natural ədədlər üzərində toplama, çıxma, vurma, bölməni keçirdiksə bu illərin, gələn il başqa keçəcək. Düzdür, yenə toplama, çıxma, bölmə, vurma keçməyəcək. Aydındır müəllimlər? Yəni onluqlar üzrə, məsələn, onluqlar üzrə 1000 dairəsində natural ədədi keçirsə, gələn il keçəcək məsələn milyon dairəsində. Ona görə alt standart
sinifdən sinifə keçdikcə dəyişir. Amma bu məzmun xətti elə dinləyib anlama qalır. Oxu qalır, yazı qalır, dil qaydası qalır. Aydındır bunlarda. Bəli, müəllim. Ay, sağ ol. Deməli müəllimlər, Səyyarə müəllimə sizin ixtisas nə idi? Coğrafiya. Hə, yəni coğrafiyanı artıq neçə dəfə dedik. Bir də təkrar eləyin siz ixtisasınız üzrə məzmun xəttini. Məzmun xətti coğrafi məkandır, təbiətli cəmiyyət. Ay, sağ ol müəllimə. Türkan müəllimə, sizdə bildiyim qədər ingilis dili idi. Məzmun xəttinizi deyin zəhmət olmasa. Bəli, müəllim. İngiliscə deyin amma. Dinləyib anlama. Sizdə məncə İngiliscə ingiliscə deyilməlidir. Hə. Talking and understanding. Mhm. Listening and understanding. Talking, reading, writing. Ay, sağ ol. Sonra Aytaç müəllimə, siz deyin. Müəllim, məndə ibtidai sinifdir. Riyaziyyatı deyin siz. Azərbaycan Hə. dilini deyin. Cəbr və funksiyalar idi, statistika, ehtimal, bir də ölçmələr idi. Üzr istəyirəm səsə görə. Yox, bağlayın səsi. Zeynəb müəllimə, siz deyin riyaziyyatı. Məndə də ibtidaidir. Təkcə riyaziyyatı deyim, Azərbaycan dilində deyim. Riyaziyyatı deyin, sonra da Azərbaycan dilini deyin. Yaxşı. Riyaziyyatda demək birinci ədədlər və əməllər, sonra funksiyalar və cəbir, sonra həndəsə, sonra ölçmələr, sonra statistika və ehtimal. Ay, sağ ol. Baxın, ədədlər və əməllər, cəbir, funksiya, həndəsə, ölçmələr, statistika və ehtimal. Hər bir müəllim öz məzmun xəttini bilməlidir. Yerdə qalanı öyrənmək ehtiyac deyil. Yalnızca öz məzmun xəttinizi bilin, kifayətdir. Anjela müəllimə, sizdə ixtisas nə idi? Məndə xarici dildir. Buyurun. Dinləyib anlama, danışma, oxu və yazı. Hansı xarici dil? Hansı xarici dil? Rus dili. Rus dili. Rusca deyin məzmun xəttinizi. Yəni bunlar rusçadır. Aha. Deyin də, deyin. Понимание, говорение, потом чтение и письмо. Ay, sağ ol. Bir şey başa düşmədik, amma siz əsas odur ki, bunu bilin. Vəssalam. Belə müəllimə, deməli hər birimiz məzmun xəttimizi bilməliyik. Mütləq vacib şəkildə bilməliyik. Alt standartda bildik ki, nədir? Alt standart dəyişkəndir, sinifdən sinifə dəyişir. Baxın, gəlin məzmun xəttinin burada bizə qaydası verib. Deyir, fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir, yəni vacib hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıq üzrə müəyyənləşdirilir. Nə üzrə? Bacarıq üzrə. Fənnin ana xəttidir, leitmotividir, ona görə də dəyişməzdir. İzahı, yəni yuxarıda verilmiş ümumi təlim nəticələrini reallaşdırmaq üçün müəyyən olunmuş sahədir. Artıq mən də bunun izahını verdim. Alt standartın tərifi şagirdlərin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Gördünüz müəllimlə nə dedik? Bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Ona görə dövlət verir bizə onu. Qiymətləndirmə nə idi? Səyyarə müəllimə? Səyyarə müəllimə, qiymətləndirmə nə idi bəs? Qiymətləndirmə dərs müddətində şagirdlərin nailiyyətlərinə verilən qiymətdir. Nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. O da dövlət tələbidir. Ancaq nəyə? Nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Burada da bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi nədir? Alt standart. Ay, sağ ol. Səyyarə müəllimə, biz deyirik ki, inteqrasiya. Birinci dərsimizdə dedik ki, inteqrasiya 3 hissəyə bölünürdü. İnteqrasiya nə idi dedik? Əlaqə idi dedik. İndi deyirik ki, 3 hissəyə bölünür. Hansılardır? Fənn daxili, fənn üstü, fənlər arası. Fənlər arası. Müəllimə, fənn üstü inteqrasiya. Bax, fənn üstü deyəndə nə başa düşürük? Fənnin həyatla əlaqələndirilməsi. Bəli, fənnin həyatla əlaqələndirilməsi. Səyyarə müəllimə, siz coğrafiya müəlliməsiniz, düzdür? Gəlin fənnimizə uyğun bir misal deyək və onu həyatla əlaqələndirək. Nəyi müəllimə? Fənnimizə uyğun, nəysə bir şagirdə öyrətmək istədiyimiz bir məsələni həyatla əlaqələndirək, bir mövzunu həyatla əlaqələndirək. Məsələn, təbiətdə dövranını. bəli, Su. bəli.
Bəli, suyun təbiətdə dövranını müəllim o cür əlaqələndirmək olar ki, yəni yer kürəsində əgər su dövr eləməsə, deməli quru sahəsində, nə bilim atmosferdə, yer altında sular olmaz. İçdiyimiz sudan istifadə edə bilmərik. Bəli. Yəni su çatışmazlığı. Bəli. Və yaxud da atmosferlə bağlı bir mövzu keçiriksə, şagirdlərə yağışın yağmasını əyani şəkildə göstəririk, düzdür? Havada olan buludları əyani şəkildə göstəririk. Yəni bu haqqda danışırıqsa, həyatla əlaqələndiririksə, Daxili quruluşunu keçirirsə, biz əvvəllər eləyirdik o Sovet dövründə yumurtanın iç hissəsi, pişmiş yumurtanın bölünmüş iç hissəsini göstərirdik, qabığını, ağını, sarısını, o yerin daxili hissələrini onunla əlaqələndirib əyani göstərir. Bəli. Oldu bu fən üstü inteqrasiya. Günel müəllimə, bir də var fən daxili inteqrasiya. Fən daxili. Hansısa müəllim, mən burada deməli statistikanı görmürəm. Ola bilər ki, hansısa müəllim qıraqda qalar, əlin qaldırsın, ona da sual verəcəm. Yəni məncə Zeynəb müəlliməyə, Anjela müəllimə, hamıya sual vermişəm. Hə, verəcəm Anjela müəllimə, sizə də verəcəm sual. Deməli, Günel müəllimə, fən daxili inteqrasiya deyəndə nə başa düşürsüz? Fən daxili. Hər hansı bir fənnin daxilində yəni hər hansı bir fənnin daxilində aparılan inteqrasiyada alt standartla yaranan əlaqədir. Ayso. Müəllimə, fən daxili inteqrasiya bir fənnin içində aparılan inteqrasiyadır. Bir fənnin içində. Yəni fənnin özü ilə əlaqə. Fən daxili inteqrasiya özü iki hissəyə bölünür. Şaquli inteqrasiya və üfüqi inteqrasiya. Üfüqi inteqrasiya. İndi gəlin müəllimə, şaquli inteqrasiyanı sizə izah edeyim. Şaquli xətt görmüsünüz də, bax bu şaquli xəttdir. Bu şaquli xəttdir, düzdür? Bəli. Hə, şaquli xətt olmadı. İndi şaquli xətt çəkirəm, bax. Sütun şəklində də yəni. Hə, bax bu şaquli xəttdir, düzdür? Müəllimlər, şaquli inteqrasiyada birinci sinif, ikinci sinif, mən biraz yazmaqda, üçüncü sinif, dördüncü sinif, düzdür? Bu xətt, şaquli xətt çəkdim və sinifi belə yazdım ki, yadınızda bax belə qalsın, bax belə. Bax, bu şaquli inteqrasiyadır. Yəni, bir fənnin daxilində siniflər üzrə apardığım inteqrasiyadır. 5-ci sinifdə keçdiyim mövzunu 6-cı sinifdə keçəndə 5-ə qayıdıb onu bir ora inteqrasiya edirəmsə, baxın, uşaqlar 5-də mən sizə demişdim, bu, hər hansısa bir misal çəkirəm. Və yaxud da 5-də keçirsiniz, 6-dan yeni keçəcəyiniz mövzuya bir inteqrasiya edirsiniz ki, gələcəkdə biz nəysə 6-cı sinifdə bu mövzu haqqında bu cür bir fikir deyəcəm sizə, inteqrasiya edirsiniz ora. Nəyə inteqrasiya elədik? Eyni fəndi, tutaq ki, riyaziyyat üzrə inteqrasiya edirəm, bir sinifdə keçdiyimi digər sinifdə reaksiya edirəm. Yəni, sinif üzrə inteqrasiya elədim. Bu oldu nə? Fənnin daxilində, çünki fənnin daxilində o deməkdir ki, eyni fəndən söhbət gedəcək. Yəni, bir fəndən. Yəni, müəllimə, riyaziyyat dərsində, məsələn, ibtidai sinif müəllimi 1-ci sinifdə 10 dairəsində toplamadır, məsələn, artıq 2-ci sinifdə 100 dairəsində. Yəni, toplamanı bir fənnin daxilində üfüqi istiqamətdə elədim də bunu, düzdürmü? Şaquli istiqamətdə elədik. Şaquli, şaquli, bax belədir, bax belə. Yəni sinifləri, şaquli deyəndə bax bura yazırsınız 1, 2. Yəni 1-ci sinifdə 10 dairəsində toplama, 2-ci sinifdə 100 dairəsində, 3-cü sinifdə 1000. Bax budur da. Hə, yəni bax bunların arasında tutaq ki, eyni fənnin daxilində başqa mövzularla, eyni fənnin daxilində başqa siniflə deməli, inteqrasiya edəndə eyni mövzu daxilində. Məsələn, müəllimə, belə deyim də, loru dildə toplamanı öyrədirik. 1-ci sinifdə 2 üstəgəl 1-i öyrədirik, 1 üstəgəl 1-i. 2-ci sinifdə artıq onu öyrətmirik də. Məsələn, 40 üstəgəl 30-u öyrədirik. Bəli. İndi onlar arasında inteqrasiya eləyəcəksiniz. Aha, hə, deyirəm ki, uşaqlar, əvvəl məsələn 4 üstəgəl 2-ni öyrənmişdik, 6. İndi isə 4 onluqla 2 onluğu, 40-la 20-ni. Budur da yəni. Bəli, bax budur. Bu oldu. Görürsüz, eyni fən. Riyaziyyat dəyişmədi, mövzu da dəyişmədi də. Eyni fən. Bu oldu şaquli inteqrasiya. İndi gəldi üfüqi inteqrasiya. Üfüqi inteqrasiya, müəllimlər, baxın, baba bu məzmun xətti necə xətt çəkilir? Üfüqi xətt. Görürsüz? Üfüqi.
Üfüqi ümumiyyətcə bilirsiniz də, üfüqi gözlə gördüyümüz düz xəttdir, üfüq. Şaquli aşağıdan yuxarı. Bax, üfüqi inteqrasiya xətt bu cür olduğuna görə görürsüz məzmun xəttləri arasında inteqrasiyadır. Bu olacaq üfüqi inteqrasiya. Məsələn, müəllimə, siz inşa yazdıran zaman sonra inşanı danışdırırsınızsa, deməli, yazı ilə danışma arasında, məzmun xəttləri arasında inteqrasiya yaratdınız. Eyni fənnin daxilində. Bu oldu üfüqi inteqrasiya. Üfüqi inteqrasiya məzmun xəttləri arasında əlaqədir. Aydındır? Sonra, məsələn, müəllimə, dinləyib anlamadan sonra, tutaq ki, hər hansısa bir dinləyib anlama mövzusu keçdiniz, sonra deyirsiniz ki, indi onu gedin yazın. Yenə də dinləyib anlama ilə yazı arasında bir əlaqə yaratdım. Bu da oldu nə? Üfüqi inteqrasiya. Çünki məzmun xəttləri ilə inteqrasiya yaratdım. Səyyarə müəllimə, coğrafi məkan, təbiət, cəmiyyət. Bir məkanı keçirəm, coğrafi bir məkan keçirəm, sonra orada yaşayan xalqlarla bir əlaqə yaradıramsa, cəmiyyətlə məkan arasında əlaqə yaratdım. Nə arasında? Məzmun xətti arasında. Deməli, fən daxilində üfüqi inteqrasiya yaratdım. Məzmun xətti cəmiyyət, məzmun xətti coğrafi məkan. Bu ikisi ilə eyni fəndə əlaqə yaratdım. Tutaq ki, Avropada hər hansısa bir ərazini keçirik, Avropanın bir dövləti keçirik, onu xəritədə göstəririk, sonra orada yaşayan əhali, orada yaşayan azsaylı xalqlar və s. kimi bir əlaqə yaradırsınızsa, bu olur sizin fən daxilində məzmun xətti arasında inteqrasiya. Bu da, bu xətt necə gedir? Bax, əyani göstərirəm. Bax, görürsünüz, üfüqi. Üfüqi gedirsə, bu inteqrasiyanın da adı olur üfüqi inteqrasiya. Bir dənə üfüqünü siz bilin ki, üfüqi, bax, belə xətdir, yəni eninə olan xətdir, şaquli dikinə olan xətdir də. Yəni, bu birinci sinifdə şagirdlərimizin bildiyi bir şeydir. Sabahların bu mövzunu şaquli üfüqi ilə yadda saxlayarsınız, sonra şaqulinin üfüqünün özünü unudarsınız. Vəssalam da, işimiz çətinə düşər. Şaquli bu xətdir. Şaquli, bəli, olur müəllimə. İnarsınız, bir müəllim var, şaqulinin üfüqünü çaşdırırdı. Mən niyə bunu yaza bilmədim? Hə, şaquli bax, bu xətdir, bu xətdir. Bu xət yazıldı da, bu xət. Bir dəqiqə. Nə yazılmır? Hə, bax, şaquli bu xətdir, üfüqi isə beləsinə xəttdir. Üfüqi xətti məzmun xəttlər arasında inteqrasiyadır. Şaquli xəttlər siniflər üzrə. Bax, testlərdə çıxacaq müəllimlər. Bunu keçən dəfə bir qrup var. Nə qədər izah elədim, gəldi testdə müəllim səhv gəldi. Gəldi testdə müəllim səhv yazdı, yandım, töküdüm. Siniflər üzrə inteqrasiya olanda olacaq şaquli inteqrasiya fən daxilində, məzmun xəttləri arasında inteqrasiya olanda olacaq üfüqi inteqrasiya fən daxilində. Başqa fən olmadı, eyni fənnin daxilində. Bu getdi öz işinə. Bunu dedik. İndi müəllimə gəldik fənlər arası. Bax, fənlər arası. Burada dayanıbdır coğrafiya fənni. Boş vərəq tapım. Baxın, müəllimə, burada dayanıb coğrafiya fənni. Burada coğrafiyadır. Burada tarixdir. Coğrafiya, tarix. Bunların arasında bir inteqrasiya eləyək. İki fən arasında. Daxilində yox, arasında. Coğrafiya ilə tarixin arasında necə əlaqə qura bilərəm, ay müəllimə? Tutaq ki, hər hansısa bir ərazi keçirəm. Həmin ərazini tarixdə də keçirlər. Düzdür? Məsələn, həmin döyüşlə hər hansısa bir ərazi keçirəm. Tutaq ki, deyirəm Çanaqqala ərazisi də Türkiyədə. Sonra şagirdlərə deyirəm, uşaqlar, siz Çanaqqala döyüşü keçmisiniz ha, tarixdə. Bax, burada baş veribdir. Bu ərazidə baş verib. Başlayıram biraz tarixdə danışmağa. Neynədim? Coğrafiya ilə tarix arasında əlaqə yaratdım. İki ayrı-ayrı fənn arasında əlaqə yaratdım. Nə oldu? Fənlər arası inteqrasiya. Sonra gəldi burada ədəbiyyat, gəldi burada tarix. Arasında əlaqə yaradıram. Deyirəm ki, uşaqlar, Şah İsmail Xətainin filan əsərini keçirəm. Sonra deyirəm, Şah İsmail Xətai tarixi şəxsiyyət olub. Hansı, niyə o Xətai adını qoymuşdu? Çünki xəta eləyib. Hansı, Hörmüz boğazına çıxışı kiməsə verib. Tarixlə bir əlaqə yaratdım. Düzdür?
tarixi şəxsiyyət kimi də Şah İsmayıl Xətaini xatırlatdım. Ədəbiyyatda da onun hər hansısa bir əsərini danışıram. Çünki bu günlərim ona həsr edəcəm ədəbiyyat dərsim. Neynədir müəllimə? İki fənn arasında əlaqə yaratdım. Tarixlə ədəbiyyat. Aydındır müəllimlər. Fənlər arası, fənn üstü inteqrasiya. Fənn üstü dedik həyatla əlaqə, fənn daxili dedik. Fənnin daxilində iki cür inteqrasiya olur. Şaquli, üfüqi, bir dənə fənn daxilidir, hissələrə bölünür. Fənlər arası da dedik, müxtəlif fənlər arasında inteqrasiya mövcuddur. Bu da getdi. Aha, belə. Sonra buradan deymədiyimiz nə qaldı? Heç nə qalmadısa keçəcəm testlərə. Bircə dəqiqə. Bəsəm, bir də problem həll etmədir. Problem həll etmə, yəni asan bir şeydir. Hər hansısa bir problemlə situasiya qoyulur. Bax, deyir ki, müəllimlər, problem həll etmə. Mən sizə sual-cavab eləmədim. Çünki testdə sual-cavab eləyəcəm. Bu mövzunu yenidən izah elədim. Problem həlli zaman müxtəlif fənlərə müraciət etmək, şagirdlərə fənlər arası əlaqəni görməyə, eyni situasiyada müxtəlif bilik bacarıqlarını istifadə etməyə şərait yaradır. Beləliklə də şagirdlər anlayır ki, hər fəndə qazanılmış biliklər yalnız bu fənn konteksti ilə məhdudlaşmır, problemlərin həlli zamanı bilik və bacarıqların interaktiv şəkildə istifadə etmək mümkündür və lazımdır. STEM dərsləri və s. istifadə olunur. Şagird yönümlü bütün dərslərdə problem əsaslı, sorğu və araşdırma əsaslı, layihə əsaslı dərslər müəllimlərin prosesi düzgün qursalar, şagirdlərdə interaktiv düşünmə formalaşdıra bilərlər. İnteraktiv düşünmə müəllimə, biz interaktiv dərslər keçəcəyik. İnteraktiv düşünmə odur ki, yəni şagirdlərlə əks əlaqə qurur müəllim. Müəllim şagird passiv şəkildə oturub dinləmir. Müəllimlə aktiv şəkildə hər hansı bir problemli situasiyanı özləri araşdırır, özləri fikir yürüdür, özləri tapır. Yəni müəllim mühazirə söyləyib, şagird qulaq asmır. Bax, budur interaktiv təlim. Deyir məsələn, parkın ətrafında tullanmış bir dəfəlik plastik qabların sayının azaldılması. Bu haqda şagirdlərə bir problemli situasiya qoydu ki, necə həll edə bilərik bu məsələni? Şagirdlər bu problemi həll etmək üçün məsələyə müxtəlif aspektlərdən yanaşmalıdır. Bunun üçün şagirdlərə hansı biliklər lazımdır? Baxın, plastik qablar üçün hansı biliklər lazımdır? Fizika lazımdır, kimya lazımdır, coğrafiya, ətraf aləm haqqında biliklər lazımdır, dil haqqında biliklər lazımdır, sosial psixoloji mühitdə biliklər lazımdır. Bax, bunların hamısı burada verib. Ətraf mühit haqqında biliklər, ətraf mühitin çirkləndirilməsi təbiətə nə dərəcədə ziyan vurar? Sonra kimya haqqında, plastik materialların alternativ tapılması. Yəni, bunlar arasında əlaqə qururlar və sonda problemin həllinə çalışırlar. Bax, problem həll etmədə budur da. Yəni, şagirdlər bilməlidir ki, biliklər olmalıdır ki, sonra onları bacarıqlara çevirsinlər və bilik, bacarıq bir yerdə olmalıdır. Və müxtəlif fənlərin bizim həyatımızda nəyə görə rolu var? Bax, bu problemi həll edəndə müxtəlif biliklərə ehtiyacımız var onun üçün. Deməli, müəllimlər, bax, bu dərsimiz bura qədər idi. Yəqin ki, burada anlamadığınız bir hissə qalmaz. Çünki hamısını izahını verdim. Keçirəm testlərə.